Mənim sualım belədir ki, həm Rövşən müəllimə, həm Bala kişi müəllimə dövlət qurumlarını tənqid edən süjetlər efirə gedəndən sonra hansısa anlaşılmazlıqlar olur, onların reaksiyasında sizi qane etməyən məqamlar olurmu? Əvvəlcədən təşəkkürümü bildirin. Qısası, Rəşad müəllim soruşur ki, dövlət qurumlarının tənqidindən sonra sizə zəhnər gəlirmi? Kifayət qədər. Rəşad müəllimə təşəkkür edirik. Əvvəla mən istərdim ki, ASTV ilə bağlı, rəhbər olduğum qurumla bağlı danışım ki, bugün ASTV-də hər gün ən azı bir 7-8 problem xarakterli material gedir. Və əlbəttə orada müəyyən dövlət qurumlarının ünvanına da təbii ki, müəyyən etik normaları gözləmək şərti ilə və jurnalistika prinsiplərini gözləmək şərti ilə ki, qarşı tərəfin fikri mütləq alınmalıdır. Əks halda bu problemi efirə vermək olmaz. Bu prinsipləri gözləmək şərti ilə biz gündəlik 7, 8, hətta 10-a yaxın problem xarakterli material veririk və əlbəttə ki, bizim məqsədimiz xalqla birgə olmaqdır, xalqa yaxın olmaqdır. Etiraf edək ki, uzun zamanlar belə problem materiallar olmuyor. Ona görə də bizdə ASTV-də belə problem materiallar gedəndə bir qədər qəribə qarşılanır. Bəli, bu tendensiyanı siz gətirmişsiniz, açıq danışmaq lazımdır və əvvəl heç qolu belə efirdə görsənməyən müxbirlər artıq hadisə yerindən problemi bağlantılar edirlər, problemləri çıxarırlar və qarşı tərəfin fikirlərini alırlar, eyni zamanda narazı vətəndaşların da fikrini alırlar. Narahatlıq doğururmu? Narazılıq əlbəttə doğurur, xüsusən də ASTV-də. Mən əminəm ki, bəlkə də müqayisə eləsək, ASTV-yə daha çox zəng gəlir. Çünki bildirirlər, axı, siz dövlət kanalısınız, biraz belə filan. Qardaş, dövlət kanalı olsaq belə, əlbəttə biz xalqın problemini çatdırırıq. Zaten Azərbaycanda olan problemləri ilk növbədə rəhbərlik, Cənab Prezident özü dəfələrlə səsləndirir və hər yollar istiqamətində tapşırıqlar verir. Və bu zamanda əlbəttə ki, bizim üzərimizə düşən vəzifə və dövlət başçısı nə deyir? Deyir, bütün problemləri və yaxud da əksəriyyətini problemləri mən məhz mediadan öyrənirəm. Zənglər olur, narazılıqlar olur və biz də əlbəttə ki, başa salırıq, izah edirik ki, bax bu problem varsa, biz bunu verməliyik. 2018-ci ildə mən İctimai Televiziyanın rəhbəri seçiləndə, müəyyən müddətdən sonra məndə elə bir təəssürat yaranmışdı ki, dövlət qurumlarının əksəriyyəti televiziya kanallarına, ümumiyyətlə media öz şöbəsi kimi baxırlar. Səbəbi var idi bunun. Şöbəsi kimi baxırlar. Necə? Filan şey siz göstərdiniz, onu verməyin. Jurnalistlər gəlib filan şeyi çəkiblər, siz onu verməyin. Xeyr ola verməyək, niyə verməyək? Biz sabah sizin işinizə müdaxilə edirik, nəsə sizdən xahiş edirik. Deyirik ki, bunu belə qərar qəbul etməyin, belə edirik. Biz onu demirik ki. Ənənə pis formalaşmışdı, yəqin ona görə idi. Artıq yavaş-yavaş öyrəşiblər, bu zənglər azalıb. Ancaq yenə də kiminsə nəsə xoşuna gəlmir, olur. Olanda da biz deyirik ki, baxın, siz öz işinizi yerinə yetirirsiniz, bizim də öz işimizi yerinə yetiririk.